Baş sponsor French Cow kərə yağı, sponsor Parijskaya Buryonka pendiri Qazanaşdı proqramını təqdim edir. Salam, hər vaxtınız xeyir olsun əziz və istəkli tamaşaçılar. Nəhayət ki, çox uzun sürmədi bizim ayrılığımız, gördüyünüz kimi. Yenidən Qazanaşdıdayıq. Xoş gəlmişsiniz. Düşünürəm ki, bugünkü bərabər keçirdiyimiz zaman çox maraqlı olacaq. Sizi deyə bilmərəm, bu gecə mən səhərə qədər yatmamışam. Bilmirəm, həyəcanlandımı, bilmirəm, bugünkü qonağımın havasıdırmı, mənə belə yaxşı mənada təsir etdi. Hər halda düşünürəm ki, bugünkü həqiqətən də verilişimiz çox maraqlı olacaq. Bu qonağımın çox titulları var, yəni o qədər deyə bilərəm ki, bəlkə də belə deyək də xeyli bir vaxt aparar. Amma mən bugün istəyirəm ki, siz onu tamamilə başqa bir rakursdan tanıyasınız. Çox gözəl bir insan, həqiqətən də həm çox gözəl bir vətəndaş, vətəninə, ailəsinə yararlı olan bir insan. Siyavuş Kərimi gələcək. İndi bilmirəm, Siyavuş müəllim, sizi bu tərzdə təqdim etdiyimə görə xətrinizə dəydi yoxsa yox? Çünki artıq siz xalqın belə deyək də qəhrəmanısınız, hər kəs sizi tanıyır. Günlük deyirlər, mənim əllərim perçatka yoxdur, ona görə. Salam Melek. Sizinlə də görüşdük. Xanım nətərsiniz? Yaxşıyam, sizi gördüm, lap yaxşı oldu. Görürsən, bunda perçatka var. Adın noy. Aha, yox, bayaq dedi ki, keçən verilişimizdə Tərlan qalib olmuşdu. Bu dəfə indi görək nə olacaq. Siyavuş müəllim, öncə xoş gəlmişsiniz. Çox sağ olun. Bu yayın isti cır-hacır günündə vaxtınızı, belə deyək də, ayırıb bizim studiyamıza gəldiyiniz üçün təbii ki, sizə təşəkkürümü bildirirəm. Necəsiniz? Yaxşıyam. Yaxşısınız, maşallah, çox yaxşısınız. Son vaxtda belə fikir verirəm sizə. Maşallah, maşallah, gözə gəlməyəsiniz. Belə ruhlanmışsınız, gəncləşmişsiniz, zəifləmişsiniz hətta. Zəifləmişəm, bu yaxşı söhbət olmadı. Yox, yaxşı mənada. Hə, yaxşı mənada. Yox, bilirəm ki, evdə sizə çox yaxşı baxırlar. Buradan salamlar. Razıyam. Yaxşısınız. Yaxşıyam, çox ya. Verilişin də yaxşı olmağını arzulayıram, çalışacağım. Görə burada biraz yaxşı, yəqin ki, evə reseptlər aparmaq istəyirəm. Görə uşaqlar Nələr sevinçləyəcəklər. Bilməm, indi baxmısınız verilişimizə yoxsa yox, bizim, belə deyək də, verilişimizin formatı bir balaca fərqlidir. Ümumiyyətlə, verilişlərə baxandan çörək yiyirəm. Doğruda, onda elə əsl bizim proqramımızı seçdiyinizə görə, belə deyəm də, uduzmamışsınız. Bilirsiniz niyə? Çünki bizim, belə deyək də, bu layihədə hazırlanan yeməklər sırf aşbazlar hazırlayır və onlar profesional aşbazdılar. Artıq tamaşaçılarımız bilirlər, yəni bu artıq ikinci görüşümüzdür bizim tamaşaçılarımızla. Verilişimiz 3 mərhələdən ibarətdir. Birinci mərhələdə gəldi, belə deyək də, dəvət etdiyimiz qonağımızın arzusuna söykənərək bir yeməyi hazırlayırlar. İkincisi, yəni əslində bütün veriliş sizin üzərinizdə olacaq. Başa düşdüm. Zövqünüzə, sizin ağız dadınıza uyğun olan yeməklər hazırlanacaq. Xərcimən bir demokratik adamam. Təbii. Və mən elə şey deyə bilərəm ki, məsələn, mən özüm mətbəxi sevirəm və mətbəxdə zaman olub ki, mən mətbəxdən ayrılmaz bir insan olmuşam və o hesab edirəm ki, yemək pişirmək o bir yaradıcılıqdır. Mən sadəcə xatırladım ki, bizim verilişimiz 3 mərhələdən ibarətdir. Birinci mərhələdə qonağımızın, yenə deyirəm, arzusu, diləyindən ibarət olacaq. Yəni, sırf sizin zövqünüzə uyğun olan bir yemək hazırlanacaq. Bu, 15 dəqiqə vaxt ayrılır. İkinci raundda 10 dəqiqə ayrılır ki, burada artıq, hə? Ruslan, nə bəllidir, görüm? Salat olacaq. Salatlar olur. Sonra isti yeməklər olacaq. Üçüncü raundda isə isti yeməklər. Öz ixtiyarımızı da buraxacaq. İstədiyimiz yeməyi pişirib qonağımıza təqdim edəcək. Bizim raundumuz bilirsiniz, biz əslində işləyirik. Bunlar işlərində güzlərdir. Biz burada söhbət edəcəyik. Yox, başa düşdüm, mən onu bildim. Əslində bizim raundumuz yemək olmalı. Təbii və siz bir, belə deyək də, degustator kimi artıq daddıqdan sonra bilməyəcəksiniz hansı aşbaz nə hazırlayıb sizə təqdim edir. Sadəcə dadacaqsınız və nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi, onu söyləyəcəksiniz. Yox, mən bilmək istəyirəm də hüquqlarımı. Orada gəlib, məsələn, biraz yeməyi pişirdən zaman biraz tatdım, bunu biraz duz səpə bilərəm, eləyə bilərəm. Onda ona kömək etmiş olacaqsınız. Hə, necə istəyirsiniz? Yox, o birisinə istiyor səpərəm. Hə, o da olar. Deməli, onda çox uzatmadan artıq birinci raundumuza başlaya bilərik.
Birinci raundumuzda 15 dəqiqə vaxt ayrılır ki, əziz tamaşaçılar. Bizim iki peşəkar aşpazlarımız 15 dəqiqə ərzində öz məharətlərini göstərməlidir. Səvuş müəllim, indi yay fəslidir. Bilirəm, siz ağır yeməklər xoşlamırsınız. Ümumiyyətlə, nəyi sevirsiniz yeməklərdə? Yay fəslində nə yeyirlər? Qarpız pendir çörəyi 1, pomidor yumurta 2, lobya 3, ayna doğramaj 4. Əşi, bu ət məsələsi biraz yayda çətin məsələdir. Amma indi bunlar aşpazlar, özü profesional aşpazlar. Bunlar indi... Onda gərək ki, üfüm kimi olmalıdır, belə ağızda əriməlidir. Gərək şeylə bilsin. Mən də. Odur ki, əziz baş aşpazlar, sizin işiniz çox qəliz olacaq. Çünki qarşınızda profesional bir qurmand dayanıb. O deməkdir ki, ağzının dadını bilən insandır. Nə hazırlayacaqsınız birinci raundda? Sizə 15 dəqiqə vaxt ayrılır. Sulu yemək hazırlayaq ki, ikinci salat, üçüncü istimək olsun. Sulu yemək. Sup yaxşı. Birinci əvvəl sup olmalıdır. O mədə bağırsa olsun. Sup hazırlayaq. İndi ya tərəvəzdən, ya toyuqdan, ya ətdən bir sup hazırlayıb sizə təqdim edirəm. Allah razı olsun sözdən. İstəyirdim verilişdən sonra xərcini restorana dəvət edirəm. Hər şey biraz qabağa saldım. Biz onu başqa günə də keçirə bilərik. Bax belə. Biz başlayırıq, vaxt getdi, artıq sizin 15 dəqiqəmiz var. Səvuş müəllim, mən istəyirəm ki, bizim aşpazlarımız yeməyi hazırlaya. Siz bilirsiniz necə? Ümumiyyətlə, bugün sizi tamaşaçılar başqa cür kəşf etsinlər özlərinə. Mən çox istəyirəm ki, tamaşaçılarımız bilsin ki, Səvuş müəllim həyatda nə qədər ciddi olsa da bir o qədər də zarafatçıldır. Bilirsiniz, nə qədər gözəl aurası var. Bilmirəm, bayaq qeyd etdim ki, bu gecə mən səhərəcən yatmamışam. Səhər saat 6-da yatmışam. İndi bilmirəm, bugünkü verilişlə bağlıdır mı? Xərcin niyə yatmamısan? Valla nə bilim, fikirləşdim ki, əvvəla... Bizi səhər saat 6-dan sonra yatmışsın. 6-dan sonra yatdım. Düşündüm ki, belə deyim də, verilişə gecikməmək şərtilə sizləri də yormayım da. Hər halda sizin auranız da, belə deyək də, mənə ötdü. Bugün çox belə canlı bir proqram alınmalıdır. Siz dünyanı gəzirsiniz. Qarış-qarış, düzdür. Məsələn, dünyanın ən çox hansı ölkənin mətbəxi sizin ağız dadınıza uyğundur? Açığını desəm, Azərbaycan. Çünki Azərbaycanın mətbəxinə... Lülətkə, antrikot. Yox, niyə azdır bəyəm yeməklər, o qədər maşallah yeməklər var ki, Azərbaycanın mətbəxində çatan mətbəx, mən bilmirəm, tanımıram. Ümumiyyətlə, bu mədəniyyət, mətbəx mədəniyyəti, Azərbaycan mətbəxinin mədəniyyəti çox tarixlidir, uzun tarixlidir və çox şaxəlidir. Və çox ağırdır. Niyə? Çox yüngüldür. Xanımlara əziyyətə salırlar da. Bunun düşbərəsi var, xingalı var, dolması var. Qadın böyük qüvvədir. Təbii. Bilirsiniz, qadın böyük qüvvədir. İşə yarayanda qadın böyük qüvvədir. Amma ki, yox, indi bu iş qadınlarda daha çox yaxşı alınır. Amma ki, dünyanın ən gözəl aşpazları kişilər olur. Bu biraz banal səslənsin, amma həqiqət bilirsiniz niyə? Çünki o qədər nadir hallarda mətbəxə keçirsiniz ki. Yox. Mən ümumiyyətlə mən sizə deyim də. Mən həqiqətən bu sözdən çəkinmirəm. Mən yemək bişirməyi çox xoşlayıram. Bu həqiqətən mən... Nə bişirmişsiniz bugünə qədər? Nə bacarırsınız? Dolğa. Aha. Dolma. Nə dolması? Badımcan dolması. Nədən inanmaram həyatda. Nə danışırsınız? Aha, ilk səfə olaraq mən eşidirəm ki, Səvuş müəllim, sən demə, badımcan pomidor dolması Mənim həyatımda elə bir period olub ki, mən yeməkləri özüm hazırlamışam. Çox gözəl. Hətta küftə belə. Küftə də, sup da, borç da, hər bir şey var. Burada bir alqışlar səslənsin, xahiş edirəm, çox istəyirəm. Səvuş müəllim, mən istəyirəm ki, biz yaxınlaşaq yavaş-yavaş bizim aşpazlarımıza görə burada nələr baş verir. Hərdən birdən burada bir ot püskürür. Ondan sonra yaxınlaşım görüm Tərlan. Biz belə eləyək də bir-bir yaxınlaşaq. Çünki ayrı-ayrı istəmirəm ki, biz bölüşək. Yaxınlaşaq. Tərlan, nə hazırlayırsan burada? Bugün sizə kartof supu düzəldirəm. Kartof supu? Bəli. Yəni ki, həm yüngül yeməkdir, həm də ki, dadına görə yaxşı olsun. Kartofun supu necə olur ki? İnşallah görərsiniz. Yaxşı olur. Yemişsiniz? Yemişəm. Kartofun supunu hazırlamaq üçün nə etmək lazımdır? Burada çox siz yəni ingredient gəlmir, yəni soğandır, kartofdur. Bir dəqiqə. Mən istəyirəm baxam burada. Səvuş müəllim, maraqlıdır sizə. Mən gördüm nə var, nə yox. Sən nədin? Soğanı doğradın? Bəli, soğanı biraz yağda qovurduqdan sonra bir balaca soğanı, əziz tamaşaçılar, yağda qovurursunuz. Kartuşkanı isə əvvəlcədən qaynamış vəziyyətdə, bəli. Sonra xırda-xırda onu 4 künc vəziyyətdə doğrayırsınız.
və onu soğanla, kartuşkanı yağda qızardırsınız. Mən birinci dəfə də görürəm bunu. Elə dediniz ki, düzəlir. Elə bir ki, Siyavuş mənim, bu supdan yemişsiniz, dadmışsınız. Doğrudan? Mən bilməm. Yəni, bu supda kartuşkadan və soğandan başqa heç nə olmayacaq? Olacaq inşallah. Olacaq. Yeri gəlmişkən, bugün biz mətbəximizdə çox gözəl yağlardan istifadə edəcəyik. Deməli, bizim proqramımızın baş sponsoru Fransada istehsalı olan French Co kərə yağının baş sponsorluğu ilə baxırsınız, əziz tamaşaçılar. Əslinə qalsa, təbii ki, bizim bütün mətbəximizə aid olan yeməkləri, əksəriyyəti biz hər zaman kərə yağlarından istifadə edirik. Mən bilirdim ki, Fransa öz kosmetikası ilə çox məşhurdur. Ondan sonra, nə bilim, gözəllikləri ilə falan, amma belə deyək də, pendirləri ilə də hətta, düzdürmü? Spirtli içkiləri ilə, amma... Çaxırları ilə, aha. Kərə yağlarının bu qədər məşhur olduqlarını bilmirdim. Deməli, Fransada istehsalı olan French Co kərə yağlarının tərkibi təbii, ekoloji təmiz olduğu üçün, yaxınlarınızın sağlamlığı üçün əvəz edilməzdir, əziz tamaşaçılar. Bildiyiniz xörəklər, hazırladığınız şirinyatlar həyatınıza bir yeni dad və yeni çalar qatacaq. İnşallah dadandan sonra artıq özünüz də görürsünüz ekranda. French Co kərə yağı bizlərə 200 və 1 kiloqramlıq qablaşdırmalardan əlavə 908 qramlıq da qablaşdırmada bizə ərinmiş yağı, belə deyək də, təqdim edir. Gəlin buraya, görək Ruslan burada nə edir. Və bizim hal-hazırda yeməklərimiz də demək olar ki, həmin... Dərdin qalım, nə pişiririk? Biz toyuq supu pişiririk. Toyuq supu, aha. Avropa mətbəxi üzrə qaymaqlı toyuq supu olacaq. Azərbaycan supundan seçiləcək. Ruslan ürəyə gedirək qaymaqsınız, Siyavuş mənim. Elə mi? Hə, keçən dəfə bir dənə su pişirmişdi. Toyuq supu, qaymaqla, dadla. Çox ləzzətli idi keçən dəfə. Sən nə edin, Ruslan? Biz toyuğu doğradıq, toyuq filəsinin sinəsini doğradıq, qızartdıq. İri adam var ya, soğan xoşlamır yeməyində olanda. Biz iri soğanları atdıq ki, soğan dadını yeməyə buraxsın. Bu mənlikdir. Ondan sonra qaymağı yeməyə, toyuq qızardandan sonra, bişəndən sonra qaymaq əlavə edirik. Qaymaq indi hal-hazırda ərimə müddət gedir. Əriyəndən sonra biraz bulyon, biraz da su əlavə edəcəyik. Bu çox kaloriyli olacaq, hə? Kalorili, hə? Amma bizim qonağımıza uyğun olacaq. Az yeyirsən, kökəlməsin. Kökəlmə məntəqəsi. Kalorilidir, əti azdır, kalori da ancaq. Sən bayaq necə dedin? Nə elədin əvvəlcə? Nəyi doğradıq? Toyuğun sinəsini də. Nə elədin? Doğradıq, qızartdıq. Doğradıq. Yox, bayaq belə məzəli bir söz işlər, doğradıq dedi. Doğradıq, hə. Siyavuş mənim orada Ruslanla artıq özdən belə deyim, dil tapıb öz aralarında danışırlar. Mən sizə Parişskaya buryonka haqqında danışmaq istəyirəm. Orada da qaymaq şeydir. Bu, Fransada istehsal olunmuş bəyaz pendirdir. Az duzlu, bəmbəyaz Parişskaya buryonka pendiri ağzınızı bir dad gətirəcək, bir ləzzət qatacaq. Əziz tamaşaçılar, ipək kimi yumuşaq Parişskaya buryonka pendirini 200 qramlıq, 500 qramlıq və 4 kiloqram hətta 16 kiloqramlıq qablaşdırmalarda da əldə edə bilərsiniz. Bu mənə nə olub belə bilmirəm. Sizdən keçib mənə həyəcan. Çalışmam, hə. Çox sevindim, həddindən artıq sizi gördüyümə. Bilirsiniz ki, sizin xətrinizdə həddindən artıq çox istəyirəm. Sağ ol, çox sağ ol, qarşılıqlıdır. Hə, Ruslan neynədir? Ruslan artıq çevikliyini göstərdi həmişəki kimi. Mən hesab eləyirəm ki, Xədicə, tez pişirməklə deyil. Düzdür, bax, əsas dad olmalıdır. Əsas o yeməyə sevgi qatmaqdır. Siz bilirsiniz, mən razıyam. Bunu deməklə Ruslana biraz şans verirsiniz. O psixoloji təsir göstərə bilər Tərlana. Amma mən görürəm ki, Tərlan çox rahat, öz işini görür, başa düşür ki, mən bilir ki... Amma ki, bura baxır, elə bir şeydir, hədə Picassodur. O yavaş-yavaş belə deyək də, özünü kəşf eləməkdədir. Ruslan ümumiyyətlə bərbəzək işlərini də çox sevir, belə. Baş sponsor French Co kərə yağı, sponsor Parişskaya buryonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edəcək. Oğlumu gördüm, çox sevindim. Ana, mən evlənirəm dedi.
Abala, tez deyilmi? Bir düşünərdin dedim. Ana, mən çox düşünmüşəm dedi. Bir tanış olaq, əlinin dadına baxaq dedi. Narahat olma. Mən baxmışam dedi. İndiki cavanların əlindən iş gəlmir axı dedi. Fikrində yanılacaqsan dedi. Haqlı çıxdı. Gəlinimi tanıdım, fikrimdə yanıldım. Mətbəxdə möcüzələri qadınlar yaradır. Dadı ləzzəti isə French Co. Fransadan. Ona o qədər örgəşmişəm ki, özümü onsuz təsəvvür eləyə bilmirəm. Atam, anam, elə qardaşım da çox istəyir onu. Ay quzrəm partladı ki, vitfasonu necədir? Bənizi ağappaq, görünüşü super, özü də Fransadandır. Ağappaq, ipək kimi yumşaq, bənzərsiz dadı ilə əsl fransız pendiri sizi özünə məftun edəcək. Onda sən Fransada yaşayacaqsan? Baş sponsor French Co kərə yağı, sponsor Parijskaya Buryonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edir. Qaşıqlarda verəsiz, Siyavuş mənim artıq datsın. Bu nədir? Qırmızı istiotdur bu reseptdir. Şirin bibər də olur, onu bilmirdim Bəli. mən. Acı bibəri bilirdim. Hə. Düzdür. Acılının acılısını bilirdim amma. Bizim mətbəxdə hər şey. Acı qət də deməli ola bilir. Düzdür. Bizim qazan açdığımızda hər şey olur. Nələr daha olmur ki? Hə, Tərlan, sən bugün səssizsən ha? Yox, yanmaz. Hə? Sən bugün səssizsən. Yox, neç. Deməli, əziz tamaşaçılarımız, yavaş-yavaş birinci raundumuzun sonuna gəlib çatırıq. İndi Siyavuş mənim... Çörəkdir. Peçkada pişmiş tostlu çörəkdir. Gəl bura Tərlan, yanınıza gəl. Bunları mən şey edirəm. Təbii. Yox, siz dadından sonra mən baxacağım. Əsas baş degustator sizsiz. Deməli, Tərlan, daha doğrusu Ruslan, gəl izah elə supunu, tamaşaçılar bir daha bilsin. Toyuğun sinəsini doğradı, qızartdı və soğan böldüyün iri yarpaqlarını atdı ki, dadı keçsin toyuğa. Sonra onu qaymaq əlavə elədi, qaymaq əriyandan sonra... Qaymağı nə qədər əlavə etdin? Yarı paçka. Yəni 200 qramı, 100 qramını əlavə etdi. 50 qramlı toyuq filesinə. Əlavə etdi, qızartdı. Qaymaq əriyəndən sonra ona biz bulyon əlavə elədik. Tərəvəz bulyonu. Sonra biraz qatı olmasın deyə biraz ilıq su əlavə elədik. Qaynadıqdan sonra və peçkada bişirilmiş tostur çörəyidir. Yəni xoşdur ləkinə tostur çörəyi. Yanında həmçinin kalorisi biraz azdır onu. Ondan çörəyi supu yemək yaxşıdır. Lap yaxşı. Üstünə də şirin bibər tökülür. Bibər tökdüm. Dad verir ona xüsusi olaraq. Lap yaxşı. Onda siz birinci dadın. Yox, əvvəl bunu da bilək ki, hansından başlayır. Tərlan, indi sən başla. Deməli, bizim də supumuz kartof supu oldu. Bu supun tərkibində yəni soğandır, kartofdur, yəni çox rasxodsuz bir sup. Həm də dadına görə yaxşı olsun yəni. Və petruşka, kərəvizdir. Belə. Və kərəviz vurduqdan sonra bunu adətən blenderdə eləmək olar. Yəni ki, elə də rahat olur. Sən də bu blenderdən elədin? Xeyr, mən blender eləmədim ki, yəni dadı hiss olunsun çox. Anladım. Lap yaxşı. Və qaymaq da içində. Bir də qaymaq. Bəli. Belə. Ruslan, sən də gəl bura. İkimiz yaxında dayanın. Tak. Ondan sonra indi Siyavuş mənim dadına baxacaq. Öz fikrini bildirəcək. Ondan sonra görək. Harada işləyirsən? O artıq işləmir, o burada işləyir. Müvəqqəti olaraq. Xoşunuza gəldi Siyavuş mənim? Deyən elə buna da baxın da. Hə, yaxşı. Ondan sonra öz fikrinizi bildirəsiniz. Nədir, nə deyil? Yox, bu çox maraqlıdır. Çox maraqlıdır. Qaymaqlı supları hardan? Supu qaymaqla mən birinci dəfə mən elə çox yaxşı, amma mən üstünlüyü buna verirəm. Əvvəla, niyə? Çünki əvvəla burada heç bir ət-zat filan pişməkən yoxdur. Burada ancaq sırf tərəvəzdir. Və çox yüngüldür. Burada toyuqlandır. Mən demirəm ki, dadsız, bundan, bu da dadlıdır, bu sizin sadəcə ağızlarınızda daha uyğundur. Bu, bilmirəm, ola bilsin, bəlkə Ruslan bunun duzunu biraz çox eləsəydi, bəlkə də... Deməli, Siyavuş mənim necə iştahla daddısam, özümü saxlaya bilmədim. Nətərdir? Söz yoxdur, təbii. Deməli, amma Ruslan bilir ki, mən də acını
sevənəm. Dəhşət acılı sevənəm. Hardan bilir? Köçən növə. Bu da ləzzətlidir. Amma adamın gələ Allah olsun. Birinci raundun məncə qalibi, hə? Səvuş mənim. Tərlan oldu. Ruslan. Niyə duzunu az çəkmirsən? Bax, bəlkə duzun çox elə. Onda görə necə olacaq, yox? Mən öz ağız dadımı gəl burada. Ha, yaxına gəl. Sən duzu Xərcə xanımdan soruş. Bilən ki, duzu nətərdir? Ondan çünki biraz... Bilir də, bilir ki, mən həmişə deyəcəm ki, duzsuzdur. Ya, onda o qartırır. Duzsuzun eybi yoxdur. Həli, hə. Duzlu oldu, onu dəyişmə olmaz, yemək gəri qaytarasan. Düzdür. Başlaya bilərsəm ikinci raunda və ikinci raundda əziz tamaşaçılar 10 dəqiqə vaxtımız var. 10 dəqiqəyə bu iki aşpaz salat hazırlayacaqlar. Yəni mövsümüdür, ən yaxşısı ilə Səvuş mənim dediyindən yüngül, tez hazırlanan və həm də ki, bahalı olmasın da, düzdür. Cebimizə niyə ziyan vurağı? Aydın mı söyləyir? Elə yeməkdən danışırıqsa, məsələn, mən bayaqları qeyd edədiniz ki, bu işimlə, sənətimlə əlaqədar səfərlərdə tez oluram və mən xoşuma gəlir müxtəlif xalqların yeməklərini necə deyim, baxım, dadım, görüm necədir, nətər olur. Düzdür, Bakıda da çoxlu, məsələn, Çin restoranları var, məsələn, Meksikan restoranları var, Hind restoranları var. Düzdür. Amma o zaman, məsələn, hələ belə şeylər Azərbaycanda yox idi, gedirdik. Və mənim ən son saat daddığım yeməyi deyə bilərəm. Mən bunu təxminən 4-5 ay bundan əvvəl, yəni dekabr ayında, biraz belə çox olur. Dekabr ayında Las Vegas'da belə bir yeməyi daddım. Deməli, əti. Deməli, 4 ay ventilyatorun qarşısında qoyurlar. Qurudurlar. Bəli, 4 ay bu əti ancaq xüsusi kameralarda, havalandırma kameraları. 4 ay? 4 ay müddətində. Ay Allah. Xüsusi kamera burada, deməli, bu ventilyator vasitəsi ilə ora belə külək vurulur. 4 aydan sonra onun, deməli, üz qabığını, o əti soyurlar. O ət elə bil bu saat kəsilir. Nə danışırsınız? Bu dəqiqə kəsilir. Qurumur yəni? Yox, bu dəqiqə kəsilibdir və onu hazırlarlar, gətirirlər. Mən həyatımda belə ət yeməmişdim. Nə danışırsınız? Üflüm adamın ağzında əriyir. Ruslan, səsin gəlmir ha, kömək eləyək sənə? Yox, lazım. Gəlmir ha, Səvuş mənə. Nədir bu? Balıq. Bu nədir, balıqdır? Yox, salatdır. Balıqdır bu. Bu nədir, balıqdır? Balıqdır bu. Nədir? Toğ filəsidir, sinəsi. Balığı oxşadır. Hə, düzdür, mən də elə bildim. Elə bildim, qızıl balıqdır. Deməli, ikinci raundumuzda əziz tamaşaçılarımız bizdə salatlar hazırlayırlar aşpazlarımız. Hal-hazırda kahını doğradı Ruslan. Sonra pomidoru doğradı. İndi hal-hazırda xiyardan xırda-xırda yəqin doğrayacaq, əlavə eləyəcək. Toyuğun döş ətini çox incə şəkildə kəsib və onun üzərinə nə vurmuşsan? Xardal. Xardal vurub. Bax, biraz tamaşaçılar, indi Tərlan bizə öz salatını hazırlayır. Biz də baxırıq ki, görək, burada nələr var. Kartofdur, xiyardır, kökdür, bibər, qırmızı bibər, sarı bibər. Sonra burada bərk pişmiş yumurta var. İndi onu nə edirik? Yumurta. Uşaqlıqda çox sevərdim mən bərk yumurtanı. Əslində indi... Mən həmişə 4 dəqiqəlik yumurtanı sevirəm. Doğrudan? Yəni ilıq? 4 dəqiqəlikdir, bəli. 3 dəqiqə yox, 4 dəqiqə. Mən onu vaxtla ölçməmişəm. Xeyirlisi olur, bəli. Doğrudan? Onu mən bilmirdim. Onu hər adam bilmir də. Bəzən ötürür, bəzən çox bərk eləyir. Onu o qızıl ortasını tapmaq lazımdır. 4 dəqiqə. Hə, bax belə, əziz tamaşaçılar, ikinci raundumuzdayıq. Bu raundda 10 dəqiqə vaxt verilir ki, 10 dəqiqə ərzində bu aşpazlar
öz məharətlərini göstərəcəklər. Siyavuş mənim artıq ilk seçimini etdi. Bu tərlanın hazırladığı supu idi, çorba idi. İndi isə son olaraq tuna balığı, hə? Bəli. Tuna balığını əlavə etdi buna. Bu da deyəsən, sən elə bir hiss eləmişdin ha ki, Siyavuş mənim bugün gələ bilirdin ki, kim olacaq qonağımız? Xeyr, sözünüzü bilmirdim. Amma çox maraqlıydı. Çox sevinir ki, Siyavuş mənim gəldi. Görsən. Heç Siyavuş mənim belə görmüşdün sən? Deyib gülən, zarafat eləyən. Hə? Böyle çox sizə... Mən əslində istəyirdim ki, bugün deyirəm də tamaşaçılar sizi tamamilə başqa bir mən ciddi adam kimi tanıyırdım. Ciddi deyə, ciddi olmağına. Amma çox gözəl yumor hissi var. Yəni onu hər kəsə Allah Taala yumor. Bəli, yumor da. Bax belə, Siyavuş mənim. Danışın da bizə. Bax o qədər yerlərə gəzmisiniz, görmüsünüz, nə bilim, dünya mətbəxlərini dadmısınız. Bax yol əhvalatlarından nə danışa bilərsiniz bizə? Yol əhvalatlarından yaxşı yol əhvalatları var. Ora gələ seçim edin. Məsələn, bax yeməkdən danışanda 4-5 il bundan əvvəl mən Nagoya'ya girmişdik. Orada bir Yaponiyada bir böyük sərgi var idi, Expo. Nagoya şəhərində. Deməli, yemək də bilirsiniz ki, Yaponların yeməkləri onların xüsusi yeməkləri var. Düzdür, spesifik yeməkləri var. Ən çox onlar dəniz məhsullarına müraciət edirlər. Amma bilirsiniz, hərdən qızarmış kartuş istəyirsən. Belə baxtarıb. Hər halda yenə də orada bir öz mətbəximizi tapa bildik. Yəni belə Avropa mətbəxi, Azərbaycan deyil də Avropa. Yəni yaxındır da. Bəli, yəni ki, belə saçsıqat, özünüz elətdirdiniz? Yox, gəldik, dedik ki, bundan gördük, şəklini gördük. Bundan istəyirik. Bir neçə gün özümüzü o ilə yola verdik. Düzdür, Azərbaycan Kulinariya Mərkəzi də oradaydı. Çünki orada Expoda, sərgidə Azərbaycan mətbəxi də var idi. Orada Tahir müəllim oradaydı, Əmir Aslanov. O bizi qoymadı, darıxaq. Qarnımızı daha doğrusu xoşbəxt elədi. Siz o zaman çox xoşbəxt idiniz. Bəli. Və yol əhvalatlarından bizim bir... Mən sizə deyim, biz 3-4 il bundan qabaq mən konservatoriya universitet tələbələri ilə çox uzun müddətli bir səfərə getdik Amerika Birləşmiş Ştatlarının. Demək olar ki, 6-8 ştatlarını bilə, deməli, okeanın bu tayından o tayına və geriyə. Biz təxminən 12-13 təyyarə ilə uçuşlarımız oldu. Və biz orada artıq elə bir ştata gəldik ki, bu Meksikanın sərhədinə və hinduların orada, Amerika hindularının rezervasiyalarıdır. O hindular təsəvvür edim. Orada bir gözəl bir şəhər var, adı Santa Fe. Bizdə şəhərdə belə maşınlar sürürlər, Santa Fe. Və orada mən uşaqlardan dedim ki, biraz yorulmuşuq. Bu Çin mətbəxini yeməkdən. Belə ürəyimiz Azərbaycanlı, yaxşı belə toyuq çığırtması var. Toyuq qızartması, kartuşka ilə. Onda bizim bir tələbəmiz, indi artıq Azərbaycanın əməkdar artistidir, Təyyar Bayramov. Təyyar dedik, Siyavuş mənim baş üstə, mən hazır. Dedim, mən nətəri? Başda bizim də bir qızımız Bəyim xanım Mirzəyeva, indi olub Vəliyeva. Və o da dedi ki, bir yerdə Təyyarla bunlar eksi bizim bir orada maşallah, düşdüşlərindən, hə? Rukovoditeli vardı, bizi gəzdirən, yəni hər şeyi başa salan, gid kimi, bəli, Amerikalı idi. Və bir axşam o bizi öz evinə dəvət etdi ki, bəs mən istəyirəm ki, siz gələsiniz, mən belə qonaqlarım hələ olmayıbdır, belə bir ölkədən. Biz dəvətini qəbul elədik, amma bir şərtlə ki, yeməyə biz özümüz hazırlayacağıq. Nə gözəl. Dedi ki, çox maraqlıdır, mən razı. Onda Təyyarla Bəyim xanım girişdilər. Bir gündən ki, doğuşamırmısınız. Nə gözəl, bu insan da nə qədər xoşbaxt oldu. Bəli, bax, səfərdə beləncə yanlar da olur.
Deməli belə, Ruslan isti salat hazırladı bizə istəmək. Ruslan, danış da. Həm istidir, həm toyuğu soyudan sonra xalodla halda da, soyuq halda da yemək olur onu. Qartıca ilə bastırılmış tovuq filəsidir, qızartdım. Qoydum qarada soydu. Hal-hazırda ondan sonra xiyar, pomidor, tərəvəzləri doğradım. Göyərtiləri doğradım. Zeytun yağı, limon suyu ilə qaçışdırdım onu. Sonra Fransa pendirindən ona istifadə elədim. Tərəvəzidən dadına baxın, salatımız hazırdır. Siyavuş mənim yeməyində olsun. Mən bir daha deyim ki, bu salatı hardasa 10 dəqiqə ərzində hazırladılar bizim ustalarımız. Hal-hazırda Ruslanın hazırladığı isti salatı dadır Siyavuş müəllim. Bayaq dediyi kimi, indi ekranda da görəcəksiniz onun reseptini. Bura çox deyil, çox az bir miqdarda toyuğun döş ətindən istifadə edirik əziz tamaşaçılar. Onu öncə təbii ki yuyursunuz, duzluyursunuz, istiyotdursunuz. Bir balaca xardal əlavə edirsiniz toyuğun üzərinə. Ondan sonra onu belə uzunvari şəkildə doğrayırsınız və təbii ki, təmiz, gözəl, dadlı kərə yağdan qızardırsınız. Artıq bilirsiniz ki, belə deyək də, bizim proqramımızın da baş sponsorudur. Fransada istehsalı olan Frenchco kərə yağında hazırladı. Əminəm ki, çox dadlı və ləzzətli olacaq. Yaxşı, çox gözəl. Çox gözəl. Pendirimizin öz xüsusi öz dadı var. Və təbii ki, Azərbaycana təzə gəlib. Düzdür. İnşallah bizim Bu pendir burada istehsal olunur. Yox, Fransada istehsal olunur. Hər Fransada Azərbaycan təzə gəlib. Yağ da, kərə İndi yaxşı yağı da. pendiri yemək istəsə, indi gələ Fransaya. Yox, Fransadan gətirir bizim burada. Nümayəndələrimiz var, Azərbaycandan Fransa nümayəndələri var. Olmasa ki, Fransada yeyək. O da olur. O da olar, niyə olmur ki? Yay vaxtında istirahət edirəm onu. Hər şey olur. Səvuş mənim, buyurun, bunu da dadın. O mu? Bəli. İndi sizə keçirik növbəti, belə deyək də, salatını dadmağa. Bu da ki, tərlanın hazırladığı salat. Mən istəyirəm elə yerindən götürüm ki, həm hər şeyi əhatə eləyə bilim. Həm də ki, körləməyəsiniz onu. Həm də körləməyim, belədir. Sakitlik çöktü. Bu deməkdir ki, Səvuş müəllim indi bütün fikrini, ürəyini, qəlbini yönəldib salatlara və yəqin ki, indi beynində bu informasiya gedir ki, görəsən hansı daha ağzının dadına, belə deyək də, yaxın oldu. Ruslan, bu təmtərəhli məqam yaxınlaşır, gəl buraya, yaxına gəl, yaxına. Və bilirsiniz ki, əziz tamaşaçılar, bizim ikinci raundumuzda bizim aşpazlarımız 10 dəqiqə ərzində salat hazırlamalıydı və çox gözəl də ötəsindən gəldilər və ikinci raundumuzun qalibi Ruslandır. Çox istəyirəm ki, hamımızın alqışlayaq. Çünki həqiqətən də qəlbini qoydum bura. Hərçən ki, salatların mən daha çox yündür. Qəlbini yox, toyuq toyuq qoyub, qəşəng Parijdə buryonka peyniri qoyub, ondan sonra nə bilim, bir də tərəvəzlərdir. Hər halda ekranda da görəcəksiniz hamısını, yəni bütün reseptləri evdə də hazırlaya bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm. Biz isə keçirik 3-cü raunda. 3-cü raundda isə siz tamaşaçılar, bu, belə deyək də, bizim aşpazlarımız fikirlərində azaddılar, sərbəstdilər yəni. Biz 3-cü raundda qonağımızı sərin bir məkana yola salırıq. Orada qəşəng əyləşir, nə bilim, çay gətirsinlər, sərin su gətirsinlər sizə, siz dincəlin. Allah sizdən razı olsun, nəyə gözəlmişsiniz? Bilirsiniz niyə? Çünki 3-cü raund bu artıq bizim sonuncu mərhələmizdir. Bu raundda aşpazlarımız hər hansı hazırladığı yeməyi siz görməməlisiniz. Kim onu hazırladı? Və sonra artıq daddıqdan sonra siz öz fikrinizi bildirəcəksiniz. Odur ki, biz sizi sərin bir otağa yola salırıq. Çox sağ olun. Olar? Və biz bir neçə dəqiqədən sonra görüşəcəyik sizdən. Mən birazdan gələcəyim. Mən siz tamaşaçılar, hərçənd ki, Səvuş mənim yavaş-yavaş keçsin növbəti, belə deyək də, onun üçün hazırlanmış bir sərin bir otağa. Mən isə nəzərinizə çatdırmaq istəyirəm ki, baş sponsorumuz Fransada istehsalı olan Frenchco kərə yağlarının tərkibi təbii, ekoloji təmiz olduğu üçün yaxınlarınızın sağlamlığı üçün əvəz edilməzdir. Bişirdiyiniz xörəklər, hazırladığınız şirniyyatlar həyatınıza yeni bir dad, yeni bir
çalar qatır. French kərə yağı bizlərə 200 və 1 kiloqramlıq qablaşdırmadan əlavə 908 qramlıq qablaşdırmada da təqdim edilir. 908 qram qablaşdırmada olan yağ ərinmiş formadadır. Yağlıq dərəcəsi isə 99,8%-dir. Bu qədər. Və təbii ki, digər bir sponsorumuz Parijskaya bulyonka pendiridir. Az duzlu, bəmbəyaz Parijskaya bulyonka pendiri istər səhər yeməklərində, istərsə salatlarda istifadə edin. Tam fərqli bir dadı dadacaqsınız. Bizim aşpazlarımız nəsə öz aralarında danışırlar, bilmirəm. Yəqin ki, hələ düşünürlər nə hazırlayacaqlar. Mən isə, belə deyək də, vaxtımız çox məhduddur. Odur ki, çevik olun, biraz zirək olun. Nə hazırlayırsınız? Onlara bir ətdən yemək hazırlayır. Tərlan özü ürəyi necə istəsə, tərəbəzər. Tərlan yaman gülür ha. Tərlan, niyə belə gülürsən? Birinci dəfə uddu, ikinci dəfə biraz şans verin. Şans verin sana. Çalışacağım ki, bu oyunda üçüncü raundda. Sən artıq qalib görəsən. Eşitdin Ruslan? Hər şey ola bilər. Baş sponsor French kərə yağı, sponsor Parijskaya bulyonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edəcək. Oğlumu gördüm, çox sevindim. Ana, mən evlənirəm dedi. Abala, tez deyilmi? Bir düşünərdin dedim. Ana, mən çox düşünmüşəm dedi. Bir tanış olaq, əlinin dadına baxaq dedi. Narahat olma. Mən baxmışam dedi. İndiki cavanların əlindən iş gəlmir axı dedi. Fikrində yanılacaqsan dedi. Haqlı çıxdı. Gəlinimi tanıdım, fikrimdə yanıldım. Mətbəxdə möcüzələri qadınlar yaradır. Dadı ləzzəti isə Frenchco, Fransadan. Onu o qədər örgəşmişəm ki, özümü onsuz təsəvvür eləyə bilmirəm. Atam, anam, elə qardaşım da çox istəyir onu. Ay qız, ürəyim partladı ki, vitfasonu necədir? Dənizi ağappaq, görünüşü super, özü də Fransadandır. Ağappaq, ipək kimi yumşaq, bənzərsiz dadı ilə əsl fransız pendiri sizi özünə məftun edəcək. Onda sən Fransada yaşayacaqsan? Baş sponsor French kərə yağı, sponsor Parijskaya bulyonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edir. Nə edirsən sən? Ətdən bir xüsusi olaraq yemək hazırlayıram. Ətdən. Can ətından. Bu yenə də can ətidir. Bəli. Can əti bilirsiniz niyə biz tez istifadə edirik tamaşaçılar ki, belə deyək də, çox yumuşaq və çox rahat, tez hazırlanan ətdir. Mal ətindən də bir bahadır da bu. Yəni ki, bu hər malın belində 1 kilo 600 qram, 1 kilo 600 qram olur. Anladım. İndi nə edirsən? Əti döyəcəksən. Əti yaxşıca döyəcəyik. Sən əti döyməyində ol. Mən baxım görüm Tərlan burada nə edir? Tərlan, nə axtarırsan orada? Yardıma ehtiyac varmı? Evet, çox sağ olun. Yəni Ruslan'a biraz kömək eləyən o, sevincəli də biraz. Hə, o xoşlayır ona kömək eləyəndə. Əlini zaman yəni kəsib eləyər o bu. Həyəcandan. Yox da, hər halda ikinci raundun qalibidir də. İndi bugün Ruslan, ümumiyyətlə özü qalib kimi necə istəyirsən? Hə? Ruslan da əsəbləşəcək, başlayacaq əsəbi formada əti döyməyə. Ruslan, bir söz demək istəmirsən? Biz can ətini döyürük, üstü yoxlayandan sonra. Öncə əti duzlu bir yoxlayırsan, ondan sonra əti döyürsən. Yox, əti döyəndən sonra duzlu bir yoxlayacaq. O yaxşı açın onu. Langet şəklinə gətirib çıxardırsan, hə? Peşəkar ki, peşəkar. Çox gözəl, eyni qaydada əti langet şəklinə gətirdi əziz tamaşaçılar Ruslan. İndi birazdan nə inəcək? Çox gözəl oldu. Nə qədər incə oldu? Biraz da döyəcək. Çox açılmalıdır. Çox incə olmalıdır, eləmi? İncə olmalıdır. Aha, burada isə Tərlan nə inir? Tərlan toyuğun, əziz tamaşaçılar, döş ətini. Tabanı qızdırdıqdan sonra, onun içərisinə soğanın dadı çıxsın deyə doğramırıq. Bir lay, yəni demək olarsa. Atırıq içinə ki, dadı çıxsın. Və doğranmış toyuğun sinə ətidir. Gördüyünüz kimi. Soğanı. Bəli.
İnşallah. Ümumiyyətlə, mənə maraqlıdır, bilirsiniz nə? Yeməyi hazırlayarkən onu qazı, belə deyək də, az vamda istifadə etmək lazımdır. Yoxsa əksinə sizin kimi gürxot... Baxın, nə bişirirsin? Baxın, hansı yeməyə, hansı zamanda... Məsələn, bax, belə qızarmalı... Əgər o bişibsə, hazır olubsa, xodunu tez versən ki, biraz qızarsın, özünlə rəngi deyəlsin. Anladım. Amma əslində... Qampotda bişməlidir. Tez bişirərsən, içi bişməli, çiğ qalar. Valla ikiniz də artıq əməliyyata keçmişsiniz, bilmirəm hansınızın yanına yaxınlaşın. Ruslan indi hal-hazırda, belə deyək də, əti döyəcdədir. Ümumiyyətlə, Siyavuş müəllimin ağız dadını bildin də yəqin, hə? Bildim, prosta ət toyu yay idi deyə sevmir. Elə çıxır ki, mən bayaq elə gəldi ki, sən qəlbin qırılmasın deyə o dedi ki... Hər şey ola bilər. Mən heç deyəm mənəm, yəni qonağımızdır. Allah can sağlığı versin ona. Xətrivə dəymir ki onda? Yox. Yəni özü əminsən də onsuz da. Ola bilsin, bir nəfər xoş deməyə belə, bir nəfər xoş deyə bilə bildi. O da düzdür. Hər bir insanın ağızda eyni deyir o. Mən sənə kömək eləmək istədim. Bax bu. Deməli, sırf ətin üzərinə çəkiclə vurmaq olmaz, eləmi? Yapışır, cırılır, dağılır. Vaxt gedir aşbazlar. Odur ki, Siyavuş müəllimi orada çox gözlətməyək. Düşünürəm ki, bugünkü yeməklər də çox ləzzətli olacaq. Sponsorumuzun pendirindən istifadə eləyək. Hiss edirəm ki, pendir çox yumuşaq. Fransız pendirindən istifadə etdiyimiz üçün. Yox, həm də ki, yeməyin özü fransız bükməsi deyilir buna. Fransız pendirindən də istifadə edilir. Sən təxmini bilirsən neçə yemək hazırlaya bilərsən? Ümumiyyətlə, bugünə qədər neçə resept bilirsən, ondan sonra? İnsan otur fikirləşir, nəsə əlinə alıb produkt olur, bir yeni yemək kəşf edib bişirsən. Təxmini də bilirsən ki, sən 1000-ə yaxın reseptləri bilirsən və yaxud da ki, nə bilim? 1000 də olmasa 500 olar, 400 olar, belə qarışıq toyuq, ət, balı, yəni hamı bir ət üzərində ola bilməz belə şey. Tərlan burada öz işini görür. Ondan sonra gördüyünüz kimi French cow kərə yağından istifadə edir hazırladığı yeməklərdən. Mən düyünü çox sevirəm, amma bildiyimə görə düyü də çox kalorilidir də, eləmi? Yəni zəifləmək istəyən xanımlara çox düyü yemək məsləhət görmürəm. Tərlan burada nə edir tamaşaçılar? Bildiyiniz nədir onun adı? Düyünü, Bəli. Qızardır, dəm almış düyüdür, onu qızartdı kərə yağında. Ondan sonra döş ətini doğrayıb, yağda qızartdı, soğanla bərabər, elə mi? Dadı çıxsın. Soğanı amma iri-iri doğradı ki, sadəcə dadı çıxsın. Sonra onun üzərinə qaymaq əlavə edib gördüyünüz kimi qızardı. Bizim aşpazlarımız Tərlan da, Ruslan da deyəsən qaymaq həvəskarlarıdır. Mən heç bilmirdim ki, bu qədər... Nəyə istifadə olunur, nəyə istifadə olunur? Indi. Amma o ləzzətlidir, yəni körlamır. Zeytun yağından istifadə eləyək. Duru yağdan indi fransız sayağı nədir hazırladığın adı? Fransız sayağı bükmə. Bükmə, hə. Fransız sayağı bükməni indi qızardacaq. Buyur. Düyünü istədim, Tərlan. Hə, qarnirinə də yəqin ki, düyü qatacaq. Bax, belə bir vəziyyətdədir, əziz tamaşaçılar. Mən bəzən fikirləşirdim ki, görürsən bu ətdən bu qatlamanı necə hazırlamaq olar? İndi gözümlə gördükdən sonra anladım ki, səndəmə çox çətin iş deyilmiş. Sadəcə olaraq yaxşı bir əti, yaxşıca döyəşdirirsiniz, onu istiyotdurursunuz, duzluyursunuz. Ondan sonra və düşünürəm ki, həmin ətin içinə, yəni qarnir olaraq, əslində qarnir kənarda olur, yəni içliyini hazırlamaq üçün bu sizin artıq sırf ağız dadınıza uyğundur, hə, Ruslan? Bəli. Ruletə artıq gördüyünüz kimi dağ olmuş yağın içinə əlavə eləyirik əziz tamaşaçılar və o orada yavaş-yavaş pişməyə başlayır. O orada pişir, mən də burada pişirəm yavaş-yavaş. Tərlan isə orada altdan gülür. Hər halda özünə çox əmindir.
Bilirsiniz ki, həftəmizin 5 günü biz efirdə olacaq, əziz tamaşaçılar. Hər gün, günbəgün bir-birindən dadlı, ləzzətli, bir-birlərinə bənzəməyən yeməkləri hazırlayacaqlar bizim aşpazlarımız. Təbii ki, qonaqlarımızla bərabər. Hə, Ruslan, ləzzət necədir? Rütümüz pişməyindədir, qapağını bağladıq ki, o pişsin. Aha. Onun üçün düyünü də qızdırırıq. Bizim yeməğimiz hazırdır, yəni. Abi, bir dənə tarixə çəkmə. Sən düyün yavaş-yavaş uçmaq üzrədir. Artıq son, belə deyək də, dəqiqələrdir, əziz tamaşaçılar. Ruslanla Tərlan indi öz son məharətlərini göstərəcəklər. Görək, Siyavuş müəllim kimin hazırladığı yeməyə üstünlük verəcək, kim bugünkü günün qalibi olacaq. Hə, Tərlan? O ət belə tezliklə bişdi. Bəli. O ət belə tez bişdi. Can ətidir. Tez hazır ol. Can əti yeyin ki, canınız möhkəm olsun. Fransadan gətirilmiş beyaz pəndirlər olsun. Belə getsə, mən şair olacağam. Deməli... Bəzək üçün bir rəngli bir şey hazır, sozdan. Sən xoşun gəlir də bu rənglərdən, hə? Mən başa düşdüm, hansı restoranda belə bir rəngləri görsəm, biləcəm ki, bu sənin əl işindir. Mən yazıq, başım açır ki, işdən bir restoranda gedim. Deməli, əziz tamaşaçılar, burada Ruslanın hazırladığı rulet pişir. Ruletdən nədən ibarətdir? Can ətini yaxşıca döyəclədir. Ondan sonra onun içinə, bu artıq sizin ağız dadınıza da uyğun ola bilər. Amma Ruslanın bükməsi kimi siz də hazırlamaq istəyirsinizsə, içinə əvvəlcədən Fransa pendiri qoysun. Bu fransız sayğı həm ruletdir, həm də pendirimiz, sponsorumuz Fransa pendirləridir. Onun içinə həmin pendirdən qoyulur. Qaynamış kartoşka, kök və tərəvəzlərdən qoyulur, şüd, bükülür, duz üstüyot vurulur və tavada qızardılır. Çox maraqlıdır ki, biz burada çöplərdən istifadə eləmədik. Çox rahatlıqla, asanlıqla bişir, dağılmadan məsləhətlidir. Artıq Tərlan da öz işini bitirdi. Gördüyüm qədər bəzək işləri qalıb. Tərlan da nə etdi? Ruslan, əstəğfurullah. Tərlan deməli, toyuğun döş ətini xırda-xırda doğradı gördüyünüz kimi. Ondan sonra onu yağda, kərə yağında qızartdı. İri-iri soğanları doğradı, qızartdı. Ondan sonra üzərinə bir balaca qaymaq töküb, hamısını bərabər qızartdı, düzdürmü? Amma orada bir şey var, bilməm, siz fikir verirsiniz. Onu biz bu yeməyi çaxırda pişirdik. Aha, çaxır əlavə etdik biraz, qızardarkən. Bəli, qızardarkən düz əksəriyyət millətimiz, bizim millətdə çox insan spirtli xoşlamır ya. Yox, olsun, yəni xüsusi dad gətirir. Elə də problem deyil orada, onu qızardarkən orada spirt uçur onunla. Düzdür. Əsas dadı çıxır. Aha, bir də gördüyünüz kimi qarnında da adi düyüdür. Bax belə əziz tamaşaçılar, nəhayət ki, gəlib çatdıq 3-cü, sonuncu raundumuza. Bilirsiniz ki, bu artıq bizim aşpazlarımızın özlərinin fantaziyalarından irəli gələn bir yeməklər olacaq. İkisi də hal-hazırda isti yeməyi hazırladı. Amma 3-cü raundun da özəlliyi odur ki, bizim qonağımız bilməyəcək hansı yeməyi kim hazırladı. Və ona görə gördüyünüz kimi, bax, ikisinin də, belə deyək də, kağızların üzərində adları var. Bu məndədir. Mən indi onları yavaşca yerləşdirəcəm. Hazırsan, Ruslan? Mənim hazırdır. Aha, gətir bunu bura. Biz onu qoyaq belə, yerləşdirək adları gördüyümüz kimi. Yeməklərin altına. Ki, Siyavuş mənim bilməsin ki, hansı yeməyi kim hazırlayıb. Hazırsınız, uşaqlar? Yaxınıma gəlin. Və düşünürəm ki, artıq Siyavuş müəllimi dəvət etmək olar. Bizim 3-cü, sonuncu raundumuzda Siyavuş müəllim gələcək, dadacaq və son olaraq öz fikrini bildirəcək. Yəni, hansı yeməyi kim hazırladı? Siyavuş müəllim gəlsin, alqışlarla onu qarşılayacaq və düşünürəm ki, Siyavuş müəllimi mən bugün çox yordum. Bugün də deyəsə, 5-də mən yatmayacam. Səhər saat 6-ya qədər. Dünən sevindiyimdən yatmıyordum. Onu bilmək olmaz. Bugün isə, belə deyək də, özümü qınayacağım ki, bu istinin çırhacırında mən sizi
mətbəximdə bişirdim demək olar ki. İndi bax belə, zəhmət olmasa bizə çəngəl verin. Siyavuş mənim... Bu toyuqdur. Bu toyuqdur. Aha, bu da can ətidir. Can əti. Ondan sonra... Gəl bura, Ruslan, izah elə görüm neynəm. Yox, heç kim heç də izah eləməyəcək. Çünki aşpazlarımız bir söz desə, siz artıq biləcəksiniz ki, kim hazırlayacaq. Hazırlayıb daha doğrusu. Odur ki, bilmədən... Sən də gəl bura. Bir tane bıçaq da verin, değil mi? Aha, zəhmət olmasa bıçaq da ver. Çəngəl ver, tabii. Aha, çəngəl var. Ver bura. Ay, sağ ol. Sən də gəl bura, mən də sənin yanına, gəl bura təvə. Beləliklə, Siyavuş müəllimi bu gözəl yeməklərlə tək-bətək buraxıram. Və düşünürəm ki, indi artıq tələsmədən, yavaş-yavaş düşünərək daddıqdan sonra artıq bizə öz fikrini söyləyəcək. Başa düşmədi. Aha. Başa düşməlisiniz. Yox, başa düşənə qədər yeyə bilərsiniz. Bu əslində bir, belə deyək də... Ləzzət odur ki, hamısını yiyirsən, kör onu gəl başa düşmədi. Elə mən də onu deyəcəkdim. Ləzzət necədir? Həyəcan hissi var? Biz həmişə demələr, həyəcan sənətə... Doğru da söylünür, ha, titriyir. Hə. Sənətə qəzəlməmiş həyəcanı. Yox, onu bilirəm. Müştərilərimizin qabağında da yeməklər bişirilmişdir. Onlar ki, dadına bağlı qiymətlərini verirlər. Yox, həyəcan olmalıdır, o nə demək? Mən 14 ildir televiziyadayım, amma yenə də. Yəni, həyəcan nə deməkdir? Həyəcan, haradasa hər hansı bir yaratdığın işin, belə deyək də, məsuliyyətini hiss eləmək deməkdir, hə? Bu da qusu öldürmək üçün. Hə, eyb yox. Qarnının da dadına baxsın. Biz isə, əziz tamaşaçılar, sadıcılıq gözləyirik. Nədir bu? Gözləyirik ki, Siyavuş mənim dadsın. Hər halda o yeməyin üzərində dayandı. Tərəvəzlərdən də, meyvələrdən də dadına baxın. Baxdım, elə baxdım. Hə, yox da baxdım. Orada nə gözəl. Mən indi gördüm onu. Dovşana bənzər. Düyümüzün üstünə qaraq da var. Hə, düzdür. Bu isə toyuqdur, gördüyünüz kimi. Siyavuş mənim. Deməli, onu soğanla, yenə də qaymaqla qızardır ustamız. Ondan sonra bəzi, belə deyək də, özlərinin kiçik sirləri var. Hansılar ki, artıq tamaşaçılar görür, bilir. Sadəcə olsa bizim əsas... Var, mən məsləhət vermişlər. Əlbəttə. Qan vermişlər, üzrə stoldan qıqdan. Başda, onu da nəzərə alarıq. Belə deyirik ki, bilirsiniz, yeyilən yeməklər həzm olsun da. Yox, bu yeməyi deyəsən, çox yeyiləcək. Doğrudan. İnşallah havalar sərinlənsin, hə, Siyavuş mənim. Doğrudan belə xoşunuza gəldi, Siyavuş mənim. Yeyin, nuş olsun. Mən isə bu fürsətdən istifadə edəcəm. Siyavuş mənim dadlarına baxsın. Mən sadəcə olaraq bizim sponsorlarını nəzərinizə çatdırmaq istəyirəm. Verilişimizin baş sponsoru Fransada istehsalı olan Frenchco kərə yağlarının tərkibi təbii, ekoloji təmiz olduğu üçün yaxınlarınızın sağlamlığı üçün əvəz edilməzdir. Pişirdiyiniz xörəklər, hazırladığınız şirniyyatlar həyatınıza yeni bir dad, yeni bir çalar qatır. Frenchco kərə yağı bizlərə 200 və 1 kiloqramlıq qablaşdırmalardan əlavə 908 qramlıq qablaşdırmada da təqdim edir. Sponsorumuz isə Parijskaya Buryonka pendiridir. Fransada istehsal olunur. Az dozlu, bəmbəyaz Parijskaya Buryonka pendiri ağzınızı dada gətirər. İstər səhər yeməklərində, istər salatlarda istifadə edin. Tam fərqli bir dadı dadacaqsınız. Parijskaya Buryonka pendiri xolesterinsizdir. Əlavə qida əvəzləyici qatqıları yoxdur. Odur ki, ürəyiniz istəyən qədər yeyin. İpək kimi yumşaq Parijskaya Buryonka pendirini 200 qramlıq, 500 qramlıq, 4 kiloluq və hətta 16 kiloqramlıq qablaşdırmada şəhərimizin marketlərindən ala bilərsiniz. Baş sponsor Frenchco kərə yağı, sponsor Parijskaya Buryonka pendirinin təqdimatında
Qazanaşdı proqramı reklamlardan sonra davam edəcək. Oğlumu gördüm, çox sevindim. Ana, mən evlənirəm dedi. Abala, tez deyilmi? Bir düşünərdin dedim. Ana, mən çox düşünmüşəm dedi. Bir tanış olaq, əlinin dadına baxaq dedi. Narahat olma. Mən baxmışam dedi. İndiki cavanların əlindən iş gəlmir axı dedi. Fikrində yanılacaqsan dedi. Haqlı çıxdı. Gəlinimi tanıdım, fikrimdə yanıldım. Mətbəxdə möcüzələri qadınlar yaradır. Dadı ləzzəti isə Frenchco, Fransadan. Ona o qədər örgəşmişəm ki, özümü onsuz təsəvvür eləyə bilmirəm. Atam, anam, elə qardaşım da çox istəyir onu. Ay quzrəm partladı ki, vitfasonu necədir? Dənizi ağappaq, görünüşü super, özü də Fransadandır. Ağappaq, ipək kimi yumşaq, bənzərsiz dadı ilə əsl fransız pendiri sizi özünə məftun edəcək. Onda sən Fransada yaşayacaqsan? Baş sponsor Frenchco kərə yağı, sponsor Parijskaya Buryonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edir. Deməli, necədir? Səvuş mənim, gəlin ikimiz də yaxınıma, gəlin. Sən də Ruslan, gəl bura. Bilirsiniz, 50 qram da qoysaydılar, onlar da süper. 10 da eləyərik. Çox maraqlıdır. Mütləq qalib olmalıdır. Tabii. Yox, burada normaldır ya. Yox, mən başa düşürəm. Bunlar hər gün yarışırlar. Bu da xoşuma gəlir. Şurasında da bu da xoşuma gəlir. Amma ən çox hansı xoşunuza gəlir? Heç ola bilməz. Yox. Olsa heç olur. Həri. Harda olub necə? Ya, indi bilmirdi. Onu bilmək olmaz elə. Çox maraqlıdır. Çox qəşəngdir. Özdə bu gilə meyvələrlə, zatlarla burada bəzədilir. Bu amma çox dadlıdır. Biraz duzunu bir balaca çox eləyir. Doğrudan. Balaca çox olur duzu. Mən bu biraz xoş gəldi, amma bu da maraqlıdır. Çox maraqlıdır. Mən fikirləşirəm. Bir balaca yox, Çox eləyir, həddindən artıq. Niyə bu qədər duz tökmüsən? Bilmədin tökdün? Hə, ya sən tökdün. Bəlkə sən tökmüsən? Kim tökdü bana? Hər povur bişirən, hansını heç kim bilmirdi, kimlə hansı yeməyə bişirir, duzunu çox eləyir. Dəqiqdir. Mən seçdim bunu. Amma bu biraz duzu çox olmasaydı, mən bunu seçirdim. Qalib kim oldu? Yeməyin tarikanın altında yazmadı altlar desəm mənlə. Kimsə yemək bişiribsə, yaxşı yeməksə onun altında adı var. Eləmi? Onunla qalib bilinəcək. Yəni, deyələ bir də... Bəlkə fikrimizi dəyişdir. Bəlkə dəyişsinlər. Yaxşı fikirləşin. Əsas odur ki, hansı restoranda istəyirsiniz? Axşam mənə qonaq çağırırsın. Kim çağıracaq mənə qonaq? Axşam qonağımızsın. Aha, onda Səvuş mənim, o qonaqları da yığırsınız. Mən də qoşuluram sizə, biz gedirik ora. Duzlu yeməklə duzsuz yeməyi qatışdırın yiyin. İkisi bir yerdə. Biri duzlu pişirir, biri duzsuz pişirir. Bu duzlu. Duzludur. Qaldım, tarikanın altına görə kimin adı var da indi? Tarikanı qaldır ha? Təbii. Əsas məqam budur. Ruslan. Təbrik edirəm Ruslan. Ruslan, çox böyle sakit deyəmsin, sevinç hissini görmədim. Böyle atdan, wow, mənəm birinci. Ha, duzu çoxdur. Çoxdur, amma əladır. Çaxırda bir şey bax, çaxırda. Bax, bulyon vurmuşsan da darla. Bulyon vurmuşam. Bulyon vurubsa, bulyon duzu getkidə buraxırdı öz duzunu. Adı bizim duzlardan vursaydı, Azərbaycan duzlarından, o yaxşı olardı. Yaxşı. Lap yaxşı. Beləliklə, bugünkü verilişimizin qalibi Ruslan oldu, əziz tamaşaçılar. Və hər halda düşünürəm ki, bugün Ruslan bizi qəşəng qonaqlığa çağıracaq. Amma harada hələ bilmirik, onu verilişdən sonra biləcək. Səvuş mənim, sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən veriliş o qədər xoşuma gəldi ki, ümumiyyətlə evdə yemək pişirməsinlər, ailəliklə gələk sizin verilişə, gündə dəftərin 5 günü çörək yemək, çox özü dadlı yeməklər. Maşallah, aşpazlar bir-birindən nə gözəl, çox gözəl. Əla, sup
Sup Siz də gəldiniz. Supa görə çox belə ləzzət verdi. Supun reseptini sonra yazarsan Siyavuş müəllimə. Salat çox sağ olun ki, siz də gəldi bizim verilişliyə, iştirak elədiniz, yeməklərimin dadına baxdınız, qiymət verdiniz. Mən sizi izləyəcəm də, hazır restoranda işləyəcəm, gələcəm orada. İnşallah. Necə olmasa nahar şam eləyərəm. Çox sağ olun. Bu qədər əziz tamaşaçılar, bugünkü proqramımızın qonağı Siyavuş Kərim idi. Bilmirəm nə qədər onu siz başqa rakursdan bugün tanıya bildiniz yoxsa yox. Amma hər halda bu səmimiyyətinizə görə sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Ki istirahətinizi belə deyim də kənara qoyub bu istidə istirahətdir də, bu yemək istirahətdir. Bizə qatıldınız, vaxtınızı bizə sərf etdiniz. Ailənizə bizdən çoxlu salamlar. Çox təşəkkür edirəm. Hər zaman sizin yolunuzu gözləyəcəyik. Çox sağ olun gəldiyinizə görə. Çox sağ olun. Əziz tamaşaçılar, qalibimizi artıq elan etdik, amma Tərlan da belə deyək də, bir-birdir də, hə, dünən sən idin qalib, bugün də sənsən. İndi görək sabah kim qalib çalacaq, qalib olacaq. Odur ki, biz sabaha qədər sizinlə sağollaşırıq. Sağ olun, sabah bizi mütləq izləyin. Baş sponsor French Cow kərə yağı, sponsor Parijskaya Buryonka pendiri Qazanaşdı proqramını təqdim etdi.